Down sindromuna səbəb olan xromosom aradan qaldırılıb. Yaponiyanın Mio Universitetinin alimləri Down sindromunun müalicəsi istiqamətində elmi nailiyyət əldə edib. İlk dəfə olaraq insan hüceyrələrində Down sindromuna səbəb olan əlavə 21-ci xromosom uğurla aradan qaldırılıb. Araşdırmada gen redaksiyası üçün geniş istifadə olunan CRISPR-Cas9 texnologiyasından istifadə edilib. Mütəxəssislər əlavə xromosomu seçərək hüceyrədən çıxarmağa nail olub ki, bu da hüceyrələrin normal fəaliyyətinin bərpasına kömək edib. Tədqiqatın nəticələrinə görə üsulun effektivliyi 37,5%-ə qədər olub. Alimlər bu nailiyyəti böyük irəliləyiş kimi qiymətləndirsələr də, metodun hələlik klinik tətbiq üçün hazır olmadığı bildirilib. Bunun əsas səbəbi digər xromosomların zədələnməsi riskinin yüksək olmasıdır. Buna görə də texnologiyanın daha təhlükəsiz və dəqiq hala gətirilməsi üçün əlavə araşdırmalara ehtiyac var.